أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم ورحمتي وسعت كل شيء صدق الله العلي azim. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək, Allah bu rəhmət, bərəkət, məğfirətlə dolu olan bir ayın feyzindən faydalanmağı və bu ayın bütün savab əməllərindən faydalanmağı hər birimizə nəsib eləsin inşallah. Möhtərəm cəmaatımız, bildiyiniz kimi bugün mübarək rəhmət ayının ilk cümə günüdür. Mən həmi mübarək ay münasibəti ilə, həmi bu mübarək ayın mübarək günü, cümə günü münasibəti ilə hər birinizi olmaqla, ağamız olmaqla Allah zuhurunu görməyi hər birimizə nəsib eləsin. Hər birinizə mübarək olsun söyləyirəm, bərəkətli olsun söyləyirəm. Doğrudan da Rəbbimizə biz bu günlərimiz üçün nə qədər şükür etsək, yenə də azdır. Rəbbimizə nə qədər bizə bu günləri yaşatdığına görə təşəkkür etsək, inanın azdır. Ona görə azdır ki, keçən il bizimlə bir arada inşallah mən də mübarək Ramazan ayında iştirak edərəm. Mən də o əməllərə yiyələnərəm. O savablı əməllərdən mən də faydalanaram deyən əzizlər olub, amma bu günləri bizim aramızda deyil. Həmin o bu günləri bizim aramızda olmayanların hər birinin yerində hər birimiz ola bilərdik. Amma bugün Rəbbimizə şükürlər olsun ki, Allah bu ayı yaşamağı, bu ayda iştirak etməyi ömürdən bizə möhlət veribsə, biz bunun şükürünün haqqını əda etməliyik. Rəbbimizə çox sağ ol deməliyik, təşəkkür etməliyik. Düzdür, sənin mənim çox sağ olma şükürmə Allahın ehtiyacı yoxdur. Amma bizim bir bəndə olaraq ona təşəkkür deməyə bəndə olaraq ehtiyacımız var. Çünki bu gözəllikləri bizə yaşadan o gözəl Allahımızdır. Bu gözəllikləri bizə bəxş edən, yenilməz qüvvət, qüdrət sahibi olan Allahımızdır. Mən bugün söhbətimə Quran-ı Kərimin mübarək Əraf surəsinin 156-cı ayəsi ilə başladım. Allah Teala buyurur, Bismillahirrahmanirrahim, Və rəhməti vəsiət kullə şey. Mənim rəhmətim hər şeyi əhatə etmiş. Yəni Allahın rəhməti hər bir şeydən böyükdür. Allahın rəhməti hər şeyi əhatə edir. Allahın rəhmətindən geniş bir şey yoxdur. Əslində, keçən cümə xütbəsində iştirak edən əzizlərimizin əgər yadındadırsa, biz belə bir mövzu ətrafında çıxış etdik, danışdıq ki, rəhmət ayının astanasındayıq. Yəni, keçən həftəmiz Şaban ayının axırıncı cüməsi idi, rəhmət ayının astanasındaydıq. Amma indi bu cümə artıq rəhmət ayının içərisindəyik, astanasında deyilik. Qəlblər yorulmuş, bəzən günah o qədər çoxdur ki, insanda ümidsizlik yaranır. Yəni, İnsan söz verir, sözün pozur.
əhd eləyir, əhdinə sadıq çıxa bilmir. Verdiyi sözü tuta bilmir. Sonda öz-özünə belə bir his gəlir içindən ki, görən Allah məni bağışlayar. Axı mən çox sözlər verib sözümü tutmadım. Çox əhdlər edib əhdimi başa vura bilmədim, yetirə bilmədim. Amma unutmayaq ki, Ramazan ayı əslində ilahi rəhmətin xüsusi təcəlla etdiyi bir aydır. Zaten Allah Ərhəmür Rahimindir. Zaten o mərhəmətlidir. Zaten o rəhimlidir, mehribandır, mülayimdir, bağışlayandır. Bütün gözəl sifətləri özündə doğruldan varlıqdır. Amma mübarək Ramazan ayında bu sanki özünü daha çılpaqcasına, daha təcəlli etdirən bir ay olduğu üçün bu ayı gərək daha da xüsusi qiymətləndirək. Allah Taala buyurur ki, rəhməti vəsa'at kullə şey. Mənim rəhmətim bütün hər bir şeyi əhatə etmiş. Demək, əgər sən bugün Allah evində oruc ağza bu sözləri eşidirsənsə, Rəbbin sənə bir daha qayıt, geri dön və rəhmətim sənin də halına şamildir deyə sanki səmadan bir çağırış, nida səslənir. Və Peyğəmbər Salavatullah Şabaniyyə xütbəsinin söyləyərkən orada belə bir ifadə söylüyor. Əvvəluhu rəhmə və avsatuhu məğfirə və axiruhu itqun minən nar. Bu ay elə bir aydır ki, bu ayın əvvəli rəhmət, ortası məğfirət, sonu isə cəhənnəm odundan, əzabından azad olmaq, qurtulmaq deməkdir. Biz həmd olsun bu ayın ilk günlərindəyik. Yəni ilk 10 günü belə deyək, 3 yerə bölmüş olsaq rəhmət, ikinci 10 günlüyü məğfirət, son 10 günlüyü isə cəhənnəm odundan, əzabından azad olmaq kimi qiymətləndirsək, biz rəhmət ayının ilk günlərindəyik. Və bu günlər qəlbin yumşaldığı günlərdir. Mən demirəm, biz halala, harama diqqət eləmirik. Amma mübarək Ramazan ayında gözünə diqqət eləməyə çalışırsan, danışıqlarına diqqət eləməyə çalışırsan, rəftarına, əxlaqına, istər ailədə, istər cəmiyyətdə, istər kollektivdə istəyirsən ki, daha gözəl görünəsən, istəyirsən daha yaxşı insan kimi özü tanıdasan. Amma ən gözəl tanıtım bəndənin Allah üçün özünü tanıtmasıdır. Biz bəzən əfsuslar olsun, Allahla baş-başa qalanda, nəuzubillah, Allah keçsin bu ifadəmin qüsuruna, kobudluğuna mı deyim, xətasına mı deyim, amma məsələnin mahiyyətin izah eləmək üçün mən bu misalı örnək çəkirəm. Bir çoxlarımız Allahla tək-təklikdə qalanda, tənha qalanda Allah unudulur, Allah yaddan çıxır. Amma cəmaat gözünə, cəmaat içində mən özümü elə Allahlanam kimi göstərməyə çalışıram. Amma bəlil insanı ala nəfsihi bəsirə. İnsanı özü tanıdığı kimi Allahdan başqa onu heç kim tanıya bilməz. Biz məscidə girəndə mömin siması alırıq, əlimizdə təsbih, dilimizdə zikir. Amma görək tək tənha qalanda, nəfsimizlə, şeytanla baş-başa qalanda da biz zikr eləyirik. Allah yada düşür, düşmür. Allah bilir, biz özümüz bilirik. Bu ayda qəlblər yumşalır. İnsan bu ayda tövbə etməyə başlayır.
Məsələn, bir çox şeylərə bunu eləməyəcəm, daha yalan danışmayacam, daha böhtan atmayacam, daha başqasının barəsində bilmədiyim sözləri deməyəcəm, onun bunun eybini ifşa eləməyəcəm, onun bunun abrını aparmayacam. Bu sözləri insan bu ayda daha çox Allahla öz arasında verməyə başlayır. Amma indi nə qədər tuturuq, nə qədər Allahla bu aramızda olan sözlərə biz əməl edirik, eləmirik, özümüz və Allahımız gözəl bilir. Deməli, biz indi ayın başlanğıcındayıq. Əgər başlanğıc gözəl olarsa, orta da yaxşı olar və sonda da nicat tapanlardan olarıq, qurtulanlardan olarıq. Və heç zaman Allahı uzaq bilməyək. Amma çox əfsuslar, bizim Allaha etiqadımız zəifdir. Təvhiddə bizim inanmamız zəifdir. Biz bir problem başımıza gələndə birinci Allahı düşünmürük. Birinci dostu, tanışı, vəzifədə olan, keyfi kök olan, imkanı yaxşı olan, hansısa bir vəzifədə olub məni qurtaracağı birinci düşünürəm. Mənim işimi o həll edər, problemimi o aşırar deyə düşünürəm. Amma Allah bəzən elə bizi ondan üzbəüz qoyur. Maddi cəhətdən mənim işimi aşırar deyə müraciət edirəm, yox cavab Allahım. Allahdan qabaq müəyyən vəzifədə olan, post vəzifədə olan dosta, tanışa, qohuma, tanışın tanışına, dostun dostuna arxayın olub işimi aşırar deyə rahat olduğum bir halda adam heç məsələyə yaxın durmur. Sonda hər yerdən əlimiz üzüləndə, uluru dildə, el dilində suyu süzlə-süzlə Allahın qapısına gedirik. Sonda yenə Allah bizim işimizi həll edir. Amma nə gözəl olardı, elə başından sən təvəkkülü Allaha eləydin. İşləri Allaha həvalə eləydin. Açıq qapı üzvə bağlanandan sonra Allahın qapısına üz tutmaydın. Kaş elə ilk gündən, ilk vaxtdan deydin, mənim böyük Allahım var, mənim əzəmətli Allahım var, mənim qüdrətli Allahım var. Allah Teala Əl-Bəqərə surəsinin 186-cı ayəsində buyurur, maraqlıdır, bu ayə Ramazan ayının haqqında oxunan ayələr sırasında o səpkidə gəlir. Ayə başlayır, Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an. Ramazan ayı elə bir aydır ki, bu ayda Allah Qur'an nazil edib. Haqqı batildən, batili haqdan ayırmaq üçün, düzlüyü, hidayəti göstərmək üçün hüdən linnas və bəyyinatin minəl huda vəl. Ayət davam edir. Həmin o səpkidə deyir, gəlir bu ayə yetişir ki, və izə səələkə ibadi ənni. Peyğəmbər sallavatullaha deyir ki, mənim bəndələrim səndən mənim barəmdə xəbər alsalar, səndən mənim barəmdə soruşsalar, cavab ver, deginən fə inni qəribun. Mən yaxındayam, məni özdə uzaq bilməyin. Ucibu dəvətəd dai izə da'an. Məni çağıran hər bir bəndəmin duasına cavab verərəm. Yəni Allah istəyir deyə ki, mənim bəndəm. Əgər sən oruc olub ac qalırsansa, susuz qalırsansa, əmin ol ki, sən mənim yadımdasan. Mən sənin yanındayam. Və bu mübarək Ramazan ayında Allah bu ayəti şərifədə bir daha sanki istəyir deyə ki, ay mənim bəndəm, mən sənin yanındayam. O bəzən elməsəli var, deyərlər, o vur demək vurmaqdan irəlidir. Bəzən görürsən ki, bir söz insana arxadır, dayaqdır, gücdür, qüvvətdir. O çətin anlara düşəndə bəzən insanın mənəvi dəstəyə ehtiyac olur. O bir dost, yaxın, narahat olma, mən səninləyəm.
narahat olma, mən sənin yanındayam. Narahat olma, biz birik. Narahat olma, sən tək deyilsən. Narahat olma, biz birlikdə bunun öhdəsindən gələcəyik. İnanın, bu sözlər insana nə qədər güc verir, nə qədər insanı möhkəmləndirir, o müqavimət hissini daha da gücləndirir. Allah sanki bizə, mənim bəndəm, mən sənin yanındayam, mən səninləyəm, biz birik, qəm eləmə, qüssə eləmə, fikir eləmə. O zaman insan güclənər. Baxın, niyə dedim biz bəzən Allahı unudub bəndələrə sığınırıq? Həzrəti Yusuf əleyhissalamın yəqin kinosuna baxıbsınız. Onun filmin də izləmişsiniz, əminəm. Və tarixdən, Quran-ı Kərimdən, Quranın ərəbsin aramızda elm əhli olan tələbə yoldaşlar, qardaşlar var. Tərcüməsini də əminəm, tədəbbür edərək oxumusunuz. Çalışın bu mübarək Ramazan ayında çoxlu Quran oxuyun, tərcüməsini oxuyun, tədəbbür eləyin, təfəkkür eləyin. Quran barəsində düşünün, qəlbiniz nurlanar, fikriniz genişlənər, zehniniz açılar. Orada Həzrəti Yusuf Peyğəmbər Quran-ı Kərimdə Allah Teala bu hadisəni Əhsənül Qəsas adlandırır. Hadisələrin, qissələrin ən gözəli. Eşidibsiz, bilirsiniz, o ki, qoyun otararkən birlikdə qardaşları ilə getmişdi. 12 qardaş idilər. Özü apardıqları azuqənin yanındaydı. Qardaşları da oynayırdılar. Bir qardaşlarına baxdı, öz-özünə dedi ki, Allah, mənim bu qədər qardaşlarım var, mənə kim neyniyə bilər? Doğrudan qardaş arxadır, dayaqdır. Allah yaxşı dostları, yaxşı qardaşları var eləsin. Baxdı bir anlıq dedi, Allah, mənim bu qədər qardaşlarım var, mənə kim neyniyə bilər? Amma vaxt gəldi elə kimin əli ilə o arxalandığı, daldalandığı qardaşlarının əli ilə quyuya atıldı. Quyuya düşəndə o ki iplə Həzrəti Yusufu quyuya atırdılar, sallayırdılar. Bir anlıq o söz yadına düşdü, kövrəldi, ağladı. Dedi, Allah, mən bir vaxt vardı deyirdim ki, qardaşlarım var, bu qədər qardaşla mənə kim neyniyər? Amma bilməzdim ki, bir gün elə bu qardaşlarımın əli ilə mən quyuya düşərəm. Gör qardaşlar neynədi, amma Allah quyunun dibindən çıxardaraq qul bazarında satdırıb Əziz-i Misr, Misrin ta padişahına qədər, Əziz-i Misrə qədər ucaldan Allah, gözəl Allah, əzəmətli Allah. Gör, biz bəzən arxalandığımız, daldalandığımız insanlarla Allah bizi neyniyir? İmtihan edir. Ona görə وَإِذَا سَأَلَكَ عِبَادِي أَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ Ey mənim rəsulum, ay mənim peyğəmbərim, bəndələrim səndən mənim barəmdə xəbər aldıqda, denəm mən onların yanındayam, yaxındayam. Məni çağıran hər bir bəndəmə cavab verərəm, onun sözünü eşidərəm, yetər ki, bəndə çağırsın. Və bu, bilirsinizmi, Allahın insana mənəvi dəstəyidir. İnsanın arxasında, dayağında durmasıdır. Quran-ı Kərimin Zümər surəsinin 53-cü ayətində o ümidsizlənən insanlara Allah bir motivasiya verir, bir ümid verir və mən hesab edirəm, əstəğfurullah, mən demək böyük olar, mən heç kiməm. Böyük alimlər, məsum imamlar, Əhl-i Beyt imamları bu indi oxuyacağım ayəni Quran-ı Kərimin ən ümid verici ayəsi adlandırıblar. Yəni, Quran-ı Kərimdə
günahkara bundan ümidverici ikinci ayə olmadığı qənaətindədirlər, bu fikirdədirlər. Allah Teala buyurur: "Qul ya ibadiyellezine esrafu ala enfusihim la taqnatu min rahmetillah." Allah şahidim, mən əli boş, üzüqarə, biçarə, günahkar, verdiyi nemətlərin tam dürüst şükrünü yerinə yetirə bilməyən, ona layiqli bəndə ola bilməyən, bir sözlə ona tam dürüst mərifət yetirə bilməyən, naqis, zəlil bəndə, bu ayə yadıma düşəndə, bu ayəni xatırlayanda içimdə bir ümid hissi yaranır. Allah buyurur Peyğəmbər salavatullaha ki, "Qul, ey mənim rəsulum, ay mənim aləmlərə rəhmət olaraq göndərdiyim Peyğəmbərim, insanlara de, özdə hansı insanlara? Qul ya ibadiyellezine əsrafu ala enfusihim." Ey özlərinə zülm edən bəndələrim, ey günahkar bəndələrim, ey Allahın onlara rəhm etməsindən ümidsizlənən bəndələrim. Onlar ki, artıq deyir, bu günahla Allah məni bağışlamaz. Bu qədər günahla Allah tövbəmi qəbul eləməz. Mən əminəm ki, daha bağışlanmaram deyən bəndələrimə de ki, la təqnətu min rəhmətillah. De ki, mənim rəhmətimdən naumid olmasınlar. Görün bizim nə qədər mərhəmətli Allahımız var. Necə rəhimli Allahımız var. Ona görə möhtərəm müsəlmanlar, əziz səsimi eşidən, məni dinləyən cəmaatımız, çalışağın, mehriban olağın, çalışağın, bir-birimizi bağışlaya biləyin. Bağışlayağın ki, Allah da bizi bağışlasın. Eyb və nöqsanlarımızı görəndə düzəltməyə, örtbasdır etməyə çalışağın ki, Allah da bizim eyb və nöqsanlarımızı açmasın. Hədislərdə var, buyurur, ey mənim rəsulum, mənim günahkar bəndələrimə söylə ki, əgər onlar mənə dönüşlərini necə gözlədiyimi bilmiş olsaydılar, necə intizar çəkdiyimi bilmiş olsaydılar, onlar şövqdən ölərdilər. Yəni, əslində Allah gözləyir, intizardadır ki, biz günahkarlar deyək, Allah bizi bağışla, Allah məni bağışla, Allah demirəm bilməyə eləmişəm, yox elə bilə eləmişəm. Bilmişəm günahdır, amma aman bu nəfsin əlindən, aman bu nəfsin əlindən, aman bu nəfsin əlindən. Allah, nəfsimə uymuşam, günahlar eləmişəm, sən baxa-baxa, sən görə-görə, səni qəzəbləndirmişəm. Amma Allah, indi də sənin rəhmət qapın açıqdır deyə, rəhmət qapıva gəlmişəm, daldalanmışam, sığınmışam, başqa yerə qaçmamışam. Odur ki, hədislərdə var, mübarək Ramazan ayı idi. Ramazan ayının günlərinin birində Peyğəmbər salavatullah Məscid-ün Nəbidə əyləşib insanlara xütbə edirdi, mühazirə edirdi, insanlara öğüd, nəsihət edirdi. Söhbət əsnasında bir nəfər çox təlatümlü, titrəyişli, həyəcanlı halda, gərgin bir halda məscidə daxil olur, salam verir və buyurur, ya Rasulallah, ey Allahın Rəsulu. Peyğəmbər sallallahu görür, bu çox gərgindir, həyəcanlıdır. Deyir ki, nə olub, nə baş verib, niyə bu haldasan? Buyurur ki, ey Allahın Rəsulu, mən nəfsimə qalib gələ bilmədim. Nəfsim məni məğlub etdi. Mən günah etdim. Peyğəmbər salavatullah, baxın, ondan nə günah etdin deyə soruşub,
onu başlamadı danlamağa. Çünki ədəb sahibi idi, əxlaq sahibi idi. Amma bir çox insanlar başlayır, nə eləmisən, danış, de görüm, onun eyb və nöqsanlarını açmağa çalışır. Və bu nə günahdır eləmisən? Belə günahla oruc olmaz, belə günahla Allah orucu belə sözlər demə əzizim. Əməlin qəbulu Allaha bağlıdır. İnşallah ki Allah bağışlayandır, Allah mehribandır. Əgər o səhvin başa düşüb gəlibsə, sən ona dəstək olmalısan, ona kömək olmalısan, onun o qırılmış qəlbinə sən dayaq olmalısan, onu alçatmamalısan, onu ruhən biraz da sarsıltmamalısan. Peyğəmbər sallallahu onu danlamadı, onu rüsvay etmədi. Əksinə ona çıxış yolu göstərdi. Buyurdu ki, belə olan halda sən əgər Allah evinə üz tutmusansa, sən bağışlananlardansan. Səhvini anlayıb başa düşmüsənsə, deməli nicat tapanlardansan, artıq səhv etdiyin fərqindəsən. Bilirsinizmi, bu hadisə bizə nəyi göstərir? Əslində Ramazan ayı qapı bağlayan aydır, qapı açan aydır, ümid verən aydır, ümidsizləndirən ay deyil. O səbəbdən belə bir hal baş verəndə günah varsa, o üz tutubsa, deməli biz onun yanında olmalıyıq, ona dəstək olmalıyıq. Və bu minvalla mübarək Ramazan ayı təkcə ac qalmaq ayı deyil, təkcə nəfsi susturmaq ayı deyil, dili belə deyək, kontrolda saxlamaq ayı deyil, büsbütün ruhumuzu saflaşdıran bir aydır. İnsanın vücudu, demək, insan mücərrəd və maddi varlıqdan ibarətdir. 2. Bir, ruh mücərrəd varlıqdır, vücudumuzsa maddi varlıqdır. Bizim bu vücudumuzun formalaşması, necə istiqamət alması bizim ruhumuzdan asılıdır. Əgər ruh sağlam olsa, sağlam düşüncəyə sahib olacaqsan. Ruhun sağlam olsa, baxışın sağlam olacaq. Ruhun sağlam olsa, qəlbin sağlam olacaq. Baxın, insanın ruhu çirkaba boyananda yaxşını da pis görür. Yaxşı işi də pis qiymətləndirir. Ona görə mübarək Ramazan ayı əslində Allahdan bizə sanki səmadan bir məktub var və o məktubda da qayıt, geri dön, tövbə et deyə səsləyir. Allahdan dilək və istəyimiz budur ki, bu mübarək ayı bizə daha bərəkətli qərar versin. Mən sizi çox yormayayım. İnşallah bizim hər sübh namazından sonra da söhbətlərimiz olur. Günorta vaxtı təkcə cümə gününə çıxma şərti ilə adi günlərdə şəriət hökmləri, mübarək Ramazan ayının hökmləri barəsində danışıqlarımız olur və həmd olsun Allah bu mübarək ayın, bu mübarək ilk cüməsini bizə qismət elədi. Allah növbəti cümədə görüşməyi, qarşılaşmağı, yenidən qovuşub Allah evində Allah kəlamları söyləməyi, eşitməyi hər birimizə nəsib eləsin inşallah. Allahım, qəlbimizi iman nuru ilə nurlandır günün. Allahım, sən rəhmansan, rəhimsən, ərhəmür rahiminsən, günahlarımızı bağışla. Allahım, tövbələrimizi bizdən qəbul elə. Evlərimizə huzur bəxş elə. Ailələrimizi bir-birinə rəuf-ü mehriban elə. Allahım, ömrümüzə, süfrəmizə bərəkət əta elə. Allahım, nəfsimizi islah elə. Allahım,
əqlimizlə nəfsimizin mübarizəsində əqlimizi daima qalib qərar verginən, Allahım, bu ayda bizi bağışlanan və tövbəsi qəbul olan qullarından qərar verginən, Allahım, bu ayın bütün savab və fəzilətlərindən faydalanmağı bizlərə nəsib etginən, Allahım, cümlə şəhidlərimizə rəhmət elə, atalarına, analarına səbr-i əyyubi kəramət elə. Allah zəmanə imamımızın zuhurunda təcil elə. Mərizu mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimizə acil şifa inayət elə. Allah bu danışdığımız bu söhbətlərdən ruhumuzu fayda aparanlardan qərar verginən. Allahım, bizi Qur'an və Əhl-i Beytdən ayrı salma ginən. Allahım, xanımlarımızı Fatıma-i Zəhra salamullah əleyhanın iffətindən, ismətindən, onların abır, həya, hicabından ayrı salma ginən. Allahım, qəlbimizdən kini, küdurəti, şeytənəti, vəsvəsəni kənar et ginən. Allah, qəlbimizdə o qədər hacət və mətləblər var, sənə agahdır, söyləməyə nə hacət. Allah, hacət və mətləblərimizi rəva et ginən. Etdiyimiz duaların, söhbətlərin qəbuluna Muhammed və Ali Muhammedə 3 ucalı Muhammedi salavat zikr elə. Ağamız, Mevlamız, İmam Zaman ağanın zuhurun təcilinə salavat zikr edək. Muhammed. Mərizələrimiz var, dərdi bilinən, bilinməyən xəstələrimiz var, qazilərimiz var, itiması dua istəyənlər var. Acil şifa tapmalarından ötürü salavat zikr edək. Vətənimizin keşiyini qoruyan ordumuz, əskər zabitlərimiz yerin göyün bəlasından amanda qalmalarından ötürü, sağ salim hərbi xidmətlərini başa vurub ailələrinə dönmələrindən ötürü salavat zikr edək. Allahümmə salli ala Muhammed Ali Muhammed. Qiyamət günü Peyğəmbər və Ali Peyğəmbərin, Əhl-i Beytin, məxsusən Rəbbimizin huzurunda xəcalətdə olmayaq, salavat zikr edək. Allahümmə Muhammed. O ziyarətlər var ki, gedib ziyarət eləyə bilmirik. Seyyid-seyyidələr, mömin-möminələr, varis-varislər, bad-varislər haqqında salavat zikr edək. Allahümmə salli ala Muhammed Ali Muhammed. Cəmiyyətimizin bir-birinə rahı mehriban olmasından ötürü salavat zikr edək. Allahümmə salli ala Muhammed Ali Muhammed. Tutduğumuz oruçların, qıldığımız namazların, çevirdiyimiz salavatların ali dərzdə qəbul olmasından ötürü salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Sıralarımızı zinətləndirən ağsaqqallarımızda, ağsaqqallarımızda ömürlərin bərəkətli olmasından ötürü salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Din İslamın qüvvətlənməsindən ötürü, din düşmənlərdən getməsindən ötürü salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Ağa rəhbərlik elədi, cəmaat namazını qıldırdı, həmçinin xutbələdilər, özlərinin ailələrini salamatlığı üçün, elminin artması üçün, dünyasını dəyişmiş ata-analın, ruhların şad olmasından ötürü salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Kameraman qardaşlarımız xidmət edirlər, çəkiliş edirlər, bu dini, İslamı dünyaya bəyan edirlər. Özlərin, ailələrin salamatlığına salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hacəti mətləb varsa, həll-i rəva olmasından ötürü salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed.
Kərbəlayı Rızvan qardaşımız zəhmət çəkdiyi, salavat çəkdirdi, özünün ailəsinin, balalarının səlamətçiliyinə, xüsusilə bu cəmin nə maddi, mənəvi sıxıntısı, çətinliyi var, həllinə səlavat çəkdir. Allahümmə səllə Allah qəbul eləsin. Allah razı olsun.